Mövzu içində düzə elm etmişik, sən də elməliyək. Bəli. Bundan qorxub ümumiyyət elmə yaxınlaşmayan qardaşlara olan nəsihət. Şəri elmi ümumiyyətlə yaxınlaşmaq ki, onsuz onun əleyhi də var da, bir də ondan istifadə edə bilmərəm. Bundan uzaq qalırlar. Və o uzaq qalanda hansı aydınlıq gözləyir qardaşlar? Şəri elmindən uzaq qalsalar. O onun əleyhinədir. Yəni elmi öyrənməmək o elmi əleyhinədir. Çünki elm, sən bilirsən ki, görsən bu qardaşlar niyə görə uzaq olurlar? Bilirlər ki, elm öyrənmək lazımdır. Lakin öyrənmirlər. Yəni o elm ona əleyhinədir. Düzdür? Aynen. Amma fəsadları nədir, elmini öyrənməyən insan, müsəlmanın nə kimi? Yəni fəsadlara sözsüz ki, yəni elm öyrənmək, qardaşlar, başa düşmək lazımdır ki, necə İmam Ahmed deyir? İmam Ahmed deyir ki, sənə elm öyrənmək hər bir addımda lazımdır. Hətta yeməkdən sudan çox lazımdır. Niyə görə? Yemək sən gündə məsələn 3 dəfə, 4 dəfə yeyərsən, yaxşı, nəsə içərsən. Lakin elm, şəri elm, hər şey, hər vaxt, hər saniyə lazımdır. Ayaq yolunda girəndə bilməlisən, necə girməlisən, nə deyirsən, çıxanda necə girməlisən, nə deyirsən, iş görəndə, çörək yeyəndə, düşmənlə necə olmalısan, dostla necə olmalısan, valideynlə necə olmalısan, həyat yoldaşın necə olmalısan, ailənin necə olmalısan, uşaqları necə olmalısan. Görürsünüz, yəni hər bir anda elm sənə lazımdır. Çünki elm, qardaşlar, səni Allaha yaxınlaşdırır və səni qoruyur. Səni pis əməllərdən qoruyur. Ona görə kim o qardaşlara nəsihət, kim elmdən uzaq olursa ki, güya elm məsuliyyətdir, elmin altına girmək istəmirəm. Bu artıq sən o məsuliyyəti, yəni artıq elm sənin əleyhinədir. Çünki sən bilirsən ki, elm tələb eləməlisən, öyrənməlisən, öyrənmirsən. Yəni ona görə hətta o cahillik üzr məsələsində alimlər qeyd ediblər ki, o insan ki, bilir ki, öyrənmək lazımdır, öyrənmir, bilir ki, öyrənmir, o üzürlü deyil. Özü, yəni qəsdən elmi öyrənmir ki, məsuliyyəti hiss eləməsən, bu üzürlü deyil. Ona görə hər bir cahil üzürlü deyil. Aydın, Allah razı olsun.